Peyğəmbərin qızı, Allahın salamı olsun, ona və əhl-i beytinə Fatimə-i Zəhra dünyaya gələndə nə baş vermişdir? O xanım dünyaya gəlməmiş. Allah Teala Peyğəmbərimizə belə bir xanım haqqında məlumat vermişdirmi? O xanım dünyaya gələndə uşaq ikən hansı cümləni demişdir? Və o xanım dünyaya gələndə hansı xanımlar onu qarşılamağa gəlmişdir? Peyğəmbər hansı yeməyi yeyəndə ancaq özü yemişdir, başqasına o yeməyi icazə verməmişdir? Bax, bu suallar həm xanımın mövludu ilə bağlıdır, həm də bizim bugünkü mövzumuzun haqqında bu nöqtələri toxunacağım. Xanım Fatimə-i Zəhra salamullah əleyha Peyğəmbərin qızıdır. Bütün dünya və axirət xanımlarının ən üstünüdür. O xanımın həyatı sirlərlə doludur. O xanımın dünyaya gəlməmişdən qabaq belə haqqında çoxlu sirlər vardır. Dünyaya gələndə də sirlər vardır. Dünyasını dəyişəndən sonra da qəbrinin gizli qalması da sirdir. Bu xanımın keçmişi, gələcəyi, həyatı hamısı sirdir. Nədir bu sirlər? Alimlər öz araşdırmalarında xanım Fatimə-i Zəhra salamullah əleyhanın dünyaya gəlişi ilə bağlı bir neçə nöqtələrə toxunublar ki, mən onları inşallah burada sizə çatdırmaq istərdim. Xanım Fatimə-i Zəhra salamullah əleyhanın dünyaya gəlişi ilə bağlı alimlər əsas iki mövzuda bəhs aparırlar. Bir, Fatimə-i Zəhra salamullah əleyha dünyaya gəlməmiş baş verən hadisələr, xanım Fatimə-i Zəhra salamullah əleyha dünyaya gələndə baş verən hadisələr. Birinci hissə, nə üçün bu qədər əhəmiyyətlidir? Çünki dünyaya elə bir xanım gəlir ki, o xanım Qur'an-ı Kərimdə, Ənbiya surəsində Allah Teala buyurur ki, Peyğəmbəri biz aləmlərə rəhmət olaraq göndərmişik. Peyğəmbər aləmlərə rəhmətdir. Və Peyğəmbər, Allahın salamı olsun, ona və əhl-i beytinə qızı Fatimə-i Zəhra salamullah əleyha haqqında buyurub ki, Fatimə mənim bir parçamdır, mənim bir hissəmdir. Qur'an buyurur ki, aləmlərə rəhmət göndərmişik Peyğəmbəri. İndi dünyaya kim gəlir? Aləmlərə rəhmət olan Peyğəmbərin bir hissəsi dünyaya gəlir. Deməli, əhəmiyyətlidir. Bunun haqqında düşünmək lazımdır. O cümlədən də xanım Fatimə-i Zəhra salamullah əleyha yeganə qadındır ki, nübüvvət və imaməti birləşdirir. Bir tərəfi peyğəmbərliyidir, atası peyğəmbərdir, Allahın salamı olsun ona və əhl-i beytinə. Bir tərəfdən də həyat yoldaşı İmam Əli əleyhissalam və sonraki nəsil imamət onun nəslindəndir. Bu xanımın özü dünyaya gəlişi də hikmətlə doludur. Buna diqqət ayırmaq lazımdır. Elə ona görə də xanım Fatimə-i Zəhranın haqqında deyilən fəzilətli sözlərə baxın. Bütün dünya və axirət xanımlarının ən üstünü, Seyyidət-i Nisa'il aləmin, möminlərin anası, Peyğəmbər bu adı verib öz qızına, hətta Ummu Əbiha, atasının anası və Ummul Əimmə, imamların anası. İndi belə bir xanım ki, imamların anası, Peyğəmbərin anası, möminlərin anası, bütün dünya və axirət xanımlarının ən üstünü dünyaya gəlirsə, onun gəlişi belə hikmətlidir. Necə? İndi qulaq asın, görəcəksiniz. Birinci hissə, dünyaya gəlməmiş. Peyğəmbər hələ Allahın salamı olsun ona və əhl-i beytinə Meyracda olanda. Allah Teala Peyğəmbəri bir neçə dəfə Meyraca aparıb. Meyracda Allah Teala Peyğəmbərinə xəbər verir ki, Ya Muhammed, Allahumma salli ala Muhammedin və ala Muhammed. İnnallaha Teala yubəşşiruka bi Fatimə min Xədicə binti Xuvaylid. Salamullah əleyhimə. Peyğəmbər Meyracda olanda hələ Allah Teala qeybdən xəbər verir ki, Allah Teala sənə bir qız uşağı verəcək. Adı Fatimədir, anası da Xədicə olacaq. Deməli, üç şey. Bir, qız uşağın olacaq, qeybdən xəbər verir. İki, adı Fatimə olacaq. Üç, həyat yoldaşların çoxdur. Kimin nəslindən olacaq? Xədicə salamullah əleyhanın nəslindən olacaq. Özü də hadisə harada baş verir? Meyracda. Meyrac Peyğəmbərin ən sirli səfərlərindən biridir. Bilirsiniz, maddiyyatla ölçülmür. Peyğəmbər bu dünyadan çıxır, gedir göylərdə, səmalarda, behiş cəhənnəmi hamısını görür, Peyğəmbərlərlə söhbət edir və geriyə qayıdır. Orada olan söhbətlər indi həm əhl-i sünnə qardaşlarımızın, həm də şiələrin kitabında gəlmişdir. Hələ xanım dünyaya gəlməmiş, Allah Teala ona qız övladından adının da Fatimə olduğunu demişdir. Fatimə adının da özünə diqqət ayırsaq görə ki, Fatimənin bir neçə mənası var. Ən məşhur deyilən məna budur ki,
Fatimə uzaq tutmaq, çəkindirmək mənasındadır. Yəni özü və onun şiələri oddan uzaq olunublar. Allah Teala onu və şiələrini oddan uzaq etmişdir. Yenə də dünyaya gəlməmişdən qabaq. Görün Peyğəmbərə nə əmr olunur? Peyğəmbər əyləşmişdi, Allahın salamı olsun ona və əhl-i beytinə. Ətrafında olan insanlar var idi. Bir anda Cəbrail əleyhissalam öz surətində, Cəbrail əleyhissalam bəzən insanların surətində gəlirdi. Dohiyyə kəlbi, eşitmisiniz. İnsanlar gördü bir nəfər söhbət eləyir. Sonra gedəndən sonra bildi ki, o adam heç də gördüyümüz sahaba insan deyilmiş. O Cəbrail imiş ki, insan surətində. Bunu hamısı qəbul edir. Amma Cəbrail bəzən insan surətində yox, öz surətində, mələk surətində gəlir. Onu Peyğəmbərdən başqa heç kəs görə bilməz. Cəbrail öz surətində gəldi. Deməli, nəsə mühüm xəbər var. Peyğəmbərə peyğəmbərlik veriləndə də öz surətində gəlmişdi. Peyğəmbərlik veriləndə öz surətində gəlib. İndi gəlib ona deyir ki, elə indi dur, 40 gün evinə getmə. Allah Teala sənə salam göndərir, sənə əmr edir ki, 40 gün Xədicədən ayrıl, salamullah əleyha. Diqqət, öz simasında gəlir və əmr çətindir. Peyğəmbər bildiyiniz kimi özdə deyib, həyat yoldaşlarından ən çox kimi sevib? Xədicə salamullah əleyhanı. Peyğəmbər narahat olsa da Allahın əmrinə itaat eləyir və Əmmar vasitəsilə Xədicə salamullah əleyha xəbər göndərir ki, Allah Taala'nın əmridir, mənim sənə məhəbbətim yerindədir, mənim sənə hörmətim var. Hətta onun haqqında təriflər deyir, buyurur ki, mən səndən ayrılmamışam və Allah Taala da sənin haqqında belə bir söz buyurur. Hər gün Allah Taala sənin varlığınla mələklərə iftixar eləyir. Xədicə salamullah əleyha. Mələklərə Allah Taala Xədicə vasitəsilə iftixar edir. Baxın bəndəmə, ey mələklər. Allahın əmridir. 40 gün məni görməyəcəksən. Bu həm də peyğəmbərin həyat yoldaşına diqqətindən xəbər verir. Gərək həyat yoldaşına heç olmasa evə gəlməndə bir xəbər eləyəsən. Onu intizarda qoymayasan. Xanım da evdə qalır. Xanım Xədicə də evdən çıxmır. Quran-Kərimin əmri ki var. Peyğəmbər həyat yoldaşları evdə əyləşməlidir Peyğəmbərin. Vaqarna fi buyutikunna. Sanki alimlər buyurur ki, o əmrə tabe olur. Peyğəmbər bu 40 gündə nə edir? 40 gün oruç tutur. İbadət eləyir. Qur'an-ı-Kərimdə olan 40 ibadəti ki var. Musa Peyğəmbər əleyhissalam Allah Taala'dan böyük əmrləri, Tövratı almamış 40 gün nədir? Həmin o ibadətlə məşğul oldu. Sonda sual verirlər, kimin evində bəs? Həzrət Əlinin evində. Xəbər göndərir Xədicə salamullah əleyhə ki, mən Fatimə binti Əsədin evindəyəm. Həzrət Əlinin evində qalır. 40 gün bitir. Durub evinə getməlidir həyat yoldaşının yanına. Xeyr. 40 gün bitəndən sonra Peyğəmbərimizin Allahın salamı olsun ona və əhl-i beytinə Allah Taala onun üçün bir tuhfə, yəni hədiyyə göndərir. Hədiyyəni kim gətirir? 2 mələk. Cəbrail və Mikail. Baxın nə baş verir. Bir uşağın dünyaya gəlişi üçün nələr olmalıdır? Ata 40 gün çəkilməlidir, ibadətlə məşğul olmalıdır. Sonra o yemək ki yeyib güclənməlidir, o yemək behiştdən gətirilir. Peyğəmbər soruşur, ey Cəbrail, o hədiyyə ki Allah Taala mənə göndərib nədir? Cəbrail deyir, Allah sənə hədiyyə göndərib. Nədir o hədiyyə? Cəbrail əleyhissalam buyurur ki, bilmirəm. Nə qədər böyük hədiyyədir ki, Cəbrail belə ondan xəbəri yoxdur. Mikail əleyhissalam ki, ruzi işinə baxır, bilirsiniz, mələklərin arasında əlində bir sini və hörmətlə, izzətlə hədiyyəni gətirir, Peyğəmbərin qabağına qoyur. Nədir o hədiyyə? O yeməklər nədir? Üzüm deyiblər, xurma deyiblər, əsasında alma deyiblər. Bəzi hədislərdə də behiştin tuba ağacındandır. Quran-Kərimdəki var, tuba kəlməsi ondandır. Və alma məsələsi bizim nəyimizə, yadımıza nəyi salır? Peyğəmbərə bəzən etiraz edirdi bəziləri, salamullah əleyhimə, ki, nə üçün bu qədər Fatiməni iyiləyirsən, salamullah əleyhə? Deyirdi ki, mən onu iyiləyəndə behiştin iyini, almanın iyini tuturam. Ki, Peyğəmbər bilirsiniz ki, Meyracda olanda həm də behiştlə tanış olmuşdu, behiştin nemətlərindən də yemişdi. Peyğəmbər o meyvələrdən yeyəndən sonra üstünə su içir. İndi baxın, Cəbrail əleyhissalam Peyğəmbərin mübarək əlinə su tökür, əlin yuyur. Mikail onun əlini öz əli ilə birləşdirir, Peyğəmbərin əlin yuyur. Cəbrail su tökür, Mikail Peyğəmbərin əlin yuyur. İsrafil hüzur tapır, dəsmalla əlin qurudur. Nə baş verir? Bu 40 gün ərzində ibadətdən sonra Peyğəmbər nəyə hazırlanır? Ardına qulaq as. Ondan sonra o yeməyin artığı ki qalır orada, onu heç kəsə vermirlər, onu təzədən Allah Taala'nın dərgahına qaytarırlar. Həzrəti Əli əleyhissalam buyurur ki,
yeganə peyğəmbər bir dəfə mənə əmr verdi ki, qapını bağla, yemək yeyəndə bu yeməyi ancaq mən yeyə bilərəm. Məndən başqa bu yemək başqalarına haramdır. O da bu yeməkdir. Amma həmişə peyğəmbərdir. Süfrəni açanda ya qapını aç. Bəlkə gələn ora süfrəyə qonaq olsun. Peyğəmbər bilirsiniz ki, gözəl xasiyyət olub İbrahim peyğəmbər kimi əleyhissalam. Süfrə açıldı, tək yeməzdi. İslamda tək yeməkdir, süfrəyə tək əyləşmək məkruhdur, bəyənilmir. Amma bir dəfə İmam əleyhissalam buyurur ki, dedi qapını bağla, bu yeməyi məndən başqa kim yesə ona haramdır. Yemək bitəndən sonra peyğəmbərə əmr olunur, başqa yerə yox. Hətta namaz qılmağa icazə verilmir. Peyğəmbər istəyir namaz qılsın, əmr gəlir namaz da qılma belə. Birbaşa gedirsən evə. Peyğəmbər evinə daxil olur, xanım Xədicə ilə görüşür, Allahın salamı olsun hər ikisinə və Fatimə-i Zəhra salamullah əleyhanın Allah Taala tərəfindən dünyaya maddi formada, fiziki formada belə deyək, peyğəmbərlə iki valideyndən dünyaya gəlişi bu hadisə ilə baş verir. Bu birinci hissə idi. Dünyaya gəlməmiş görün bu xanımın özü haqqında nə hikmətlər var. İndi ikinci hissə alimlər buyururlar. Dünyaya gəlişi necədir? Peyğəmbərin yaşı neçə yaş olub? Peyğəmbər Beysətdən, Peyğəmbəri veriləndən 5 il sonra 45 yaşında hicrətin özü hələ baş verməmiş, Meracdan 3 il sonra Cəmadül Əvvəl ayının 20-sində Fatimə-i Zəhra dünyaya gəlir. Bu tarixdir. Deməli, Peyğəmbər olandan sonra bu hadisələri baş verib. Peyğəmbərdən qabaq olmayıb. Peyğəmbər qeybdən öz yoldaşı Xədicəyə xəbər verir ki, qız uşağımız olacaq, qeybdən xəbər verir və Allah Taala mənim nəslimi ondan qərar verəcək. O paç qadındır, onun nəslindən imamlar olacaqlar. Yer üzərində Allah Taalanın xəlifəsi, canişini olacaqlar. Xanım Xədicə uşaq dünyaya gətirmək istəyəndə, üzr istəyirəm, xanımın köməyə ehtiyacı olur. Qadınlara xəbər göndərir, təəssüf olsun. Xanım Xədicə də məzlumədir. Xanımlar köməyə gəlmirlər, səbəb, sən niyə getdin yetim peyğəmbərlə evləndin? Mən peyğəmbər demir, onlar peyğəmbər demirlər. Allahın salamı olsun və əhli beytinə. Xədicə narahat olur, salamullah aleyha. Bir anda görür 4 qadın gəldi. Əvvəl qorxur, tanımır bunları. Amma onlar deyir ki, qorxma. O xanımlar Allah tərəfindən proqram tökülür. Bu qadının, bu uşağın dünyaya gəlişi belə, bu uşağa anasına kömək eləyən qadınlar belə qabilə deyirlər. Sadə dillə maman deyək, o da belə Allahın əmri ilə baş verir. Kimdir o qadınlar? O qadınlar deyir, qorxma. Birincisi deyir, mən Sarayam. Kimdir? İbrahim peyğəmbərin həyat yoldaşı. İkincisi deyir, mən Asiyayam. Fironun həyat yoldaşı və peyğəmbərin, orada deyir, peyğəmbərin behişdə olan həyat yoldaşı. Xədicə ilə bir yerdə həyat yoldaşı olacaq o. Zülmə dözüb, həyat yoldaşı zalıma etiraz eləyib şəhid olan xanımdır. Üçüncüdür, mən Məryəməm, İsa peyğəmbərin əleyhissalam anası. Dördüncüsündə bəzi hədislərdə Musa peyğəmbərin həyat yoldaşı, bəzi hədislərdə Musa peyğəmbərin bacısı Külsüm İmranın qızı gəlmişdir. Xanım Fatimə-i Zəhra bu dünyaya gələndə deyir, nəinki ev, qadınlar yola ki, bütün Məkkə şəhəri, şərq, qərb hamısı işıqlandı və bir anda görürlər ki, hurilər gəlir. Hurilər əllərində su qabları və su qablarında Kevsər suyunu gətirirlər. O Kevsər suyundan uşaq dünyayanda ilk içilən su o nə olacaq bizdə? İndi Kərbəla türbətidir savab üçün. Xanım Fatimə-i Zəhraya ki özü Kevsərdir, bilirsiniz. Kevsər suyundan içizdirirlər. Sonra onu Kevsər suyunda yuyurlar. Təmizliyin ki uşaq olunmalıdır. Təmizliyə görə yox ha. Bu Kevsər suyu özü bir bərəkətdir. Və onu bir ağ parçaya, mən qısa ilə müşk və əmbərdən bükürlər və bu uşaq ki, Kevsərdir, bunun daddığı, geyindiyi, çimdiyi ilk su Kevsər suyu olur. Xanım Fatimə-i Zəhra, salamullah aleyha, qeybdən Allah Taalanın qüdrəti ilə möcüzəvi formada nitqə gəlir. Fanataqat Fatimə, salamullah aleyha, bi şəhadəti əllə ilahə illallah. Şəhadət verir ki, Allah Taaladan başqa məbud ilah yoxdur. Və ənə əbi Rasulullah, seyyidül ənbiya. Şəhadət verirəm, atam kim? Atam peyğəmbərlərin ağasıdır. Və ənə bə'li seyyidül avsiya. Şəhadət verirəm, həyat yoldaşım, hələ körpə dünya gəlir. Allah canişinlərin ən üstünüdür, ağasıdır. Və ənə vuldi seyyidül əsbat. Və mənim övladlarım da şəhadət verirəm, peyğəmbər balalarının ən üstünüdür. Biz burada dindarlara, inancı olanlara danışırıq.
xurafat deyil. Ateistlərə danışmırıq. Kiminsə sualı olsa, təbii ki, bununla bağlı cavabımız Qur'an-ı Kərimdə İsa Peyğəmbər əleyhissalamın anası Məryəmə böhtan atıb deyəndə ki, bu uşağı hardan gətirdin atası olmadan, ona pis nisbət veriləndə işarə edir əli ilə nəyə? Beşikdə olan uşağa. İsa Peyğəmbər uşaq ikən danışır və Qur'an-ı Kərimdə bununla bağlı ayə var. Daha onu təkrar eləmirəm. Sonra xanım Fatimə Zəhra orada olan qadınlara belə salam verir. Hər birini adı ilə çağırır. Salam olsun sənə Sara xanım. Salam olsun sənə Asiya xanım. Quran-ı Kərimdə bunun dəlilini dedim. Kimisə sual olsa yenə də buyura bilər. Bayram olur. Nə üçün bayram qeyd edirsiniz xanımın dünya gəlişi ilə? Bu bayramı bizdən qabaq qeyd edib. Kim qeyd edib? Göylərdə və behişdə hurilər, mələklər Fatimə Zəhra salamullahi əleyhanın gəlişini qeyd ediblər. Hurul Eyn, behişt əhli bir-birinə Fatimənin dünya gəlişi münasibəti ilə bəşarət veriblər. Xanım Fatimə Zəhranı verirlər Peyğəmbərin qucağına. Peyğəmbər sağ qulağına azan deyir, sol qulağına iqamə deyir. Müstəhəbdir, çox yaxşı əməldir. Bunu eləyin, uşaq dünyaya gələn kimi, tez. Birinci bu dünyadan eşitdiyi sağ qulağına azan Allahın, Peyğəmbərin namazın kəlmələri olsun, sol qulağına iqamə deyir. Bax bu, Fatimə Zəhra salamullahi əleyhanın alimlərdən araşdırdığım, öyrəndiyim dünya gəlişində baş verən hikmətlərdir. Bu xanım, bu qadın sadə qadın deyil. Belə bir qadının dünya gəlişi də sirlərlə, hikmətlərlə doludur. Ən əsas məsələ, Allah Taala hər bir peyğəmbərin nəslini oğlan uşağından qərar versə də, yeganə bizim əziz peyğəmbərimiz qadına dəyər verir və onun nəslini qız uşağından qərar verir. Və Kəvsər surəsinin nazil olması ilə bağlı bundan qabaq danışmışıq. Allah Taala Kəvsər surəsində peyğəmbərə xeyir-bərəkətdən xəbər verir. Surənin nazil olması ilə bağlı tarixi hadisələrdən biri budur. Peyğəmbərin uşağı dünyaya gəldi, vəfat elədi, qəbristanlıqda bastırdı. Çölə çıxanda düşmənlərdən biri Əmrasın atası Peyğəmbərə əbtər dedi, sonsuz dedi. Allah Taala bu surəni göndərdi, Peyğəmbərə qeybdən xəbər verdi ki, biz sənə Kəvsər verəcəyik. Kəvsərin bir neçə mənası var. Bir mənası budur ki, çoxlu xeyir-bərəkətli olan nəsil deməkdir. Və o Fatimə Zəhra salamullahi əleyhadan oldu. Peyğəmbərin nəsli yeganə bir uşaqdan, o da qız uşağından davam etmişdir. Bu qız uşağının dəyərindən xəbər verir ki, Peyğəmbərdən üstün şəxs yoxdur ki, onun Allah Taala nəslini kimdən qərar vermişdir? Oğlan uşağından yox, qız uşağından qərar vermişdir. Son. Peyğəmbərə xəbər verirlər. Buşşirən Nəbi sallallahu aleyhi və alihi və səlləm bi Fatimə. Hələ Peyğəmbər evə gəlməmiş, uşağı qucağına tutmamış, ona xəbər verirlər. Allah Taala sənə qız uşağı vermişdir Fatiməni. Fənəzərə fi vucuhi əshabihi. Peyğəmbər bu zaman qız uşağı verəndə ərəblər qız uşağını xoşlamırdılar. Quranda ayə var. Baxdı ətrafdakıların üzünə. Gördü narahat oldular. Quranda da var. Onlara qız uşağından xəbər verəndə üzləri nə olur? Qaralır. Peyğəmbərə dedilər, sənin qız uşağın olub, bunlar narahatdır. Fara'al kirahətə fihim. Gördü ki, bunlar narahatdılar. Faqalə, mələkum. Peyğəmbər buyurdu əleyhissalam. Nə olub sizə? Reyhanətun əşummuha. Bir güldür ki, onu iyniyərəm. Xoş ətirdir. Qız uşağı nədir? Ata onu iynəməkdən xoşhal olar. Və rizquha alallah əzzə və cəl. Ruzisi də kimin boynadır? Allah Taala. Yəni, üzr istəyirəm. Qız uşağına nifrət eləyənlər, ağlınız olsa, düşünsəniz, qız uşağı ata üçün iynəməyə, ata üçün gözəl, xoş ətirli bir güldür. Ondan mənəvi ləzzət alar. Qaldı ruzisi ilə bağlı narahatsan, ruzi verən də kimdir? Allahdır. Allahın verir Peyğəmbər və onun pak əhli beytinə Allah Taala bizləri Fatimə Zəhra salamullahi əleyhanın mövludunda o xanımı tanıyanlardan, o xanımın qədrini bilənlərdən, qiyamətdə də onun şəfaətinə yetişənlərdən qərar versin. Salavat zikr eləyək, söndür, yandır.